Bu günlərim baş gecir Mirzə Axundovun cənnətdəki doğum günündə şəhidimizin ailəsinə və yaxınlarına Allahdan səbir diləyirəm. Biz özümüzə borc bildik ki, bu gündə gələk şəhidimizin məzarını və ailə üzvlərini ziyarət edək. Həmişə bizə qayğı göstərərdi. Dövlət tərəfindən verilən medallar hansıdır? Vətən uğrunda, Suqovuşan uğrunda, Tərtər uğrunda, bir də Laçın uğrunda. Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi. Allah cəmi şəhidlərimizə rəhmət etsin. Sonlarına yaxınlaşırıq. Allah tutulan oruçları, edilən ibadətləri, qılınan namazların hər birini qəbul etsin. Kimin ürəyində nə arzu varsa, inşallah ki, ali dərəcədə qəbul olar və bu gözəl məclisimizi azan sədaları altında, Araz Əyəbi qardaşımızın azan sədaları altında açıq elan etmək istəyirik. Elhamdülillahi və la ilahə illallahu və Allahu Ekber. Allahu Ekber. Allah
أشهد أن لا إله إلا الله أشهد أن لا أشهد أن محمدا رسول الله أشهد أن محمدا رسول الله أشهد أن مولانا أمير المؤمنين عليا ولي الله أشهد أن مولانا أمير المؤمنين عليا حجة الله هيا على الصلاة هيا على الصلاة هيا على الفلاح هيا على الفلاح هيا على خير الأعمال هيا على خير الأعمال الله أكبر الله أكبر لا صلى الله على سيدنا محمد وآله وسلم صلوات Peygamber zamanla. Axundov Mirzə Musaoğlu'nun cənnətdəki hududuna yığılmışıq. Şəhidimiz əslən Lənkəranda olsa da Türkan qəsəbəsində yaşayırdılar. Şəhidimiz 44 günlük vətən müharibəsindən qalxaraq Tərtər Talışkən istiqamətində, Tərtər Suqovşan Laçın istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhadətə uzanmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah qazilərimizə can sağlığı versin. Allah şəhidini, qazini sevən insanları qorusun. Allah şəhid analarına, şəhid atalarına, şəhid yaxınlarına səbir dözüm versin. Amin. Allah'ın selamı olsun şəhidlərimizə, şəhid yaxınlarına, şəhid analarına, atalarına, bacılarına, qardaşlarına, şəhid yarlarına, şəhid övladlarına. Hoş gəlmişsiniz, gözəl mənim dəyərli baş tacım, qəhrəman şəhidlərimin qəhrəman anaları, ataları, şəhidlərimizin həyat yoldaşları. Biz bu günləri gözəl bir gündə şəhidimizin Axundov Mirzə Musaoğlu'nun cənnətdəki dəyişilməyən mövcuduna gəlmişsiniz. Hər birinizi salamlayıram.
Bir aşirədən çıxıb mən bir dəfə TikTokda canlı yayında şəhidimin qızı Zərifə ilə tanış oldum. Və bir əmi olaraq ona bir sual etdim ki, dedim Zərifə bala, məndən nə istəyirsən? Və qayıt dedi ki, mən səndən heç nə istəmirəm. Mən istəyirəm ki, mənim atamı hamı tanısın. Dedim, eybi yox, mən sənin atanı tanıtıracağam. Ona da əməl etdik. Min şükürlər olsun ki, nəyə ki, bizim şəhidimizlə bərabər bütün şəhidlərin hamısının tanıtılmasında bizim qardaşlarımız var. Xəyam qardaş, Namiş qardaş, Qədir Büyənli, Araz qardaş, Samir qardaş, Fəri qardaş, yəni saymarla qutarmaz. Bizim xanımlarımız da var şəhid sevər. Hər birinizə minnətdaram ki, şəhidləri unutmurlar, hər zaman şəhidlərin yanındadılar. Axundov Mirzə dediyimiz şəhidimiz də bütün şəhidlər kimi şücaətlə döyüşərək Suqoşan istiqamətlə gedən döyüşlərdə şəhadətə uzanmışdır. Şəhidim, şəhadətin mübarək. Allah cəmi şəhidlərimizin məqamını uca etsin. Amin. Allah qazilərimizi qorusun. Burada bizim dəyərli qazilərimiz var. Allah sizlərə şəfaətçil olsun. Mübarək ayda tutulan oruçları, oxunan duaları, qılınan namazları, oxunan Qur'anı ali dərəcədə qəbul eləsin. Allah bu ayın feyzindən bizləri nəsib etməsin. Allah şəhid qardaşlarımın ruhunu şad eləsin. Mən burada şəhid analarımızı görürəm, əllərindən öpürəm. Allah'ın salamı olsun onlara. Biri-birindən gözəl sənətkarlar var, değerli məhdaq qardaşlarım var. Hacılı qardaşım da buradadır. Hacı Araz qardaşım da buradadır. Hər birinə istifadə edəcəm. Qardaş mənə söz verdi. Allah razı olsun. Çalışdığım qədər xidməti üzrə duracam inşallah. Salam şəhid, salam vətən dedilər elə ife ilə bu məclisi açıq eləsinlər. Düzdür, Samerlan Hilali qardaşımdan oxumuşam. Hal-hazırda da o hökməlidə məclisdədir. Məcbur qaldım, mən tək gəldim bura. İnşallah ki, təhvil verərəm. Köşeğinde durmuş onlar.
düşmənin belini sındıran oğul. Bəşərdə adım var şahi səngəri, can fəda etməyin sənin üçün oğul. Mən səni hər zaman ucadan bilib, adını çəkəndə fəxr duyuram. Qürurla gözümün yaşını silib, səni qəlbimin üstə qoyuram. Qazi oldum, şəhid oldum vətənə. Bu millətə, bu xalqa sifər olan, laf istəsən, canımı verim sənə. Eşq deyəndə vətənə gözü dolan, əsrlərdir qoruyursan torpağı. Sən dünyada igidliksən naməsi, alıb Qarabağı, sancan bayrağı. Mahi deyir döyüşün əfsanəsi, Babəklərdən, Koroğludan güc alıb, şux qamətli Azərbaycan əsgəri. Şah İsmail damarında qanı var, İmam Hüseyin yolcusu şəhid olan. Mərdliyi var, şöhrəti var, şanı var. Mərdliyi var, şöhrəti var, şanı var. Allah cəmi şəhidlərimizin şəhadətini bir daha mübarək eləsin. Mənim dəyərli qardaşım Elvin. Sizdə tədbiri aparsasız sizə minnətdarımı bildirirəm. Şəhid anaları, ataları, şəhid valideynlərin qarşısında baş əyib onların bizə şəfaətçi qərar versin inşallah. Onların ruhu bu xalqa şəfaətçi olsun. Onlar bu üç rəngli bayraq uğrunda, bu vətən uğrunda canlarından keçdilər. Ey şəhid, sənindir bu dəniz, bu dağ. Ey şəhid, sənindir bu çəmən, bu bağ. Sayəndə yaşayır, sayəndə durur səni qucaqlayan bu ana torpaq. Hər kəs ki, bu məclisdə təşkilatçılıq edib, Allah razı olsun, Allah var eləsin. Mən Axundov Mirzənin səhv etmirəmsə, o birisi keçəninki ilində iştirak eləmişik, o da burada olub səhv eləmirəmsə. Allah ruhunu şad eləsin, ruhu bizə şəfaətçi olsun inşallah. Candan keçdilər candan, ana baba evlat yardan, keçib getdilər, hər biri gitdilər. Keçibsin deyə dardan, candan keçdilər candan, ana baba evlat yardan, keçib getdilər, hər biri gitdilər.
Buradan ayağına çək. Buradan ayağına çək. Çəkirsən, çəkirsən mane olur. Bir-birimizə mane olmayalım.
20'den burada söz verdiğim kimi bugün de sözümün üstünde dururam, əməl edirəm. Daim sizin yolunuzdayım, borcumdur. Mən özümə borc bilmişəm. Bu 6 ildə də şükür Allaha ki, əlimdən gələn ilk o borcumu qaytaram. Mən bugün doktorun xahişi ilə gəlmişəm, bir Allah ona da ömür versin. Sağ olsun ki, dəvət edib, elə bir gündə. Burada tanıdığım var, tanımadığım şəhid ailələri var, şəhid anaları var. Hər birinin qarşısında baş əyirəm. Gəlsin var. Zabit əsgərəm, bizim oğullar əsgərlərin, zabitlərin
hamısı seçilmədən döyüşdə vətən uğruna getdilər. Bizim qazi balalarımız buradadır. Təşkilatçı balalarımız buradadır. Bir-birimizi çəkmir. Hamısı da can sağlayır. Sağ olun ki, siz bizim anaların yanında olsun. Xatirin içindədir. Biz anaların həmişə yanındasınız. Allah sizi sağlasın. Allah sizi qorusun. Şəhid qanlarımızın yeri cənnətdir. Cənnətə qırmaqı verirlər. 30 illik torpağı həmişə deyərəm onu. 30 yaşında deyirəm, Əkbərlər aldı. Mən şəhid Əkbərim 30 yaşlarıydı. 2 oğul evladı qaldı. Allah onları da qıplarından qamayıb büyüsün. Sağ olun, var olun. Burada olan qonaqlarım. Sağ olun ki, şəhid ailəsinin təkrar olun. Ben de her bir sağlıyorum. Hep beraber söyleyelim nasip bağlanayım. Gönlümü getirişler var. Allah her birimize can sağlık versin. Büyücü gün bize tanımalarımızın mekanı cennet olsun. Allah ana yoldaşına sevgi versin. Bizim değerli balalarımız var burada. Benim değerli balamın dövüş yoldaşım var. Ferit bala. Allah onun canı sağlık versin. Şehitlerimizin yeri cennet olsun. Amin. Aynur kızımızın. Allah canı sağlık versin. Daim yanımıza. Yerim balamızın. Çok sağ olun. Qədir balamızın, Namid balam, hamısını Allah canı sağ edesin. Oğullar getdi torpaqlar aldı ki, siz kimi oğullar da bizim yanımızda, büyükçülüğün bizim yanımızda oğulluk edirsiniz. Çok sağ olun, Allah şəhidlərimizin yerini cənnət edir. Sahib balam burada, Xəyyam balam burada, Allah sizi var edesin. Sağ olun. Özel bir məqam oldu ki, mən sizin haqqında az önce özünüzə Kızım 1. Qarabağ 93-cü il. şəhid evladısınız. Yox, mən xalasıyam. Mən anası da Yəni, buyurun, əlbəttə yanıma gəlin. Biz sadəcə olaraq, mən evladları dedim, biz yaşlı evladlarla. Əsas bu şəhidin sahibi qardaşı, Setkin de bilirik, biləkdən 5 qəhrəman, ikisi torpaq altında, 3'ü məmarız və bir qazimizdə Rusiyada bilirəm, onun getdiyi əsas o deyil. Mən sadəcə onlara bunu demək istəyirəm. 1. Qarabağ şəhidinin ailələrini biz 44 günlük müharibəyə qədər yad etmişdikmi? Ona görə mən sizlərdən öz vicdanımda da eminəm də ki, hər kəs sizdən buna görə bütün şərtlərlə bilirsiniz. Çünki sizləri xatırlamalıydınız, siz yaralıydınız. 44 günlük müharibənin şəhidləri, 1. günlük Qarabağ müharibəsini istər haqq edin, şəhidləri yad etmək vicdanını bizə öyrədir. Allah sizə can sağlığı versin. Bir-iki kəlmə sizdə bir şəhidlər. Sağ olun Aynur Hanım, teşekkür ederim. Minnettarım ki siz dile getirdiniz, söylediniz. Size derin teşekkürümü bildiririm. Koca Efendim Qarabağlı kəndində Süleyman İmran Əylənoğlu 92-ci fevralın 17-sində şəhid olmuşdu. Onunla beraber Qarabağ faciəsi gəldi ki, hər kəsin 90'ların 92-ci illərini xatırlayırsınızsa, hər kəsin yanında ola bilər ki, yəni o illərdə nə cürlə Xocalıdan öncə Qarabağ hadisəsi, Qarabağ faciəsi baş vermişdi. 10 gün ondan sonra fevral ayının 26'sı Xocalı hadisəsi baş vermişdi. Yəni o Qarabağ kəndini %90%'dən hər birinin dövüşə şəhidlik qazısıdır. İndiyənə kimi də hələ ki 90'ları heç vaxt yad eləməmişdilər, 90'ların heç yanında adı keçmiridir. Allah hər birisinin məkanı cənnət eləsin. Amma bir şey yadda saxlayarkən 88'dən 94-cü ilə qədər 80% torpaqlarımızın 92'dən 90'dan 80'dən 88-ci ildən 94-cü ilə qədər bizim 1. Qarabağ şəhidlərimiz almışdı. Əli yalın, əli yalın, silahsız. Təşəkkür edirəm 44 günlüklərin analarına ki, 44 günlüklər igid evlatları da 90'ların qanını yerine qoymadı. Yəni onların necə deyim, qanını almaqdan ötürü, qisasını almaqdan ötürü 44 günlük cavanlarımız torpaqlarımızı aldı, 20% torpaqlarımızı aldı. Yəni biz azad bir ölkə
şehitlerimizin mekanı cennet eylesin. Peygamber'in ucu eylesin. Gazilerimize, veteranlarımıza can sağlığı versin. Allah ordumuzu korusun. Allah Azerbaycan halkını korusun. Ümumiyyətlə bütün Türk dünyasını korusun. Teşekkür ederim. Benim nerede? Ben röportaj kurduğum adam. Sizde oradan görüntüsü var. Ben şimdi bir tarafta sen bana vermişsen metronun yanında ampullar, şişlerine bakıyor. Şişlerine bakıyor. Benimle akıbeti var. 26'sı ortalık için kahraman tasını çok insanlar çağırdı. Ama çağırdı. Kanadı gözümüz yol seçir. Allah koşmanlarımızı çalışmalarımızı İnşallah gösterişiyle tüm günlerimiz günlerimiz tatlı. Allah'tan sırrı aşağı verirsin. Ben iç arzum için tüm şehitlerimiz hafızı sana merhamet tatlı. Ben bu yol bir şehitlerimi yaşatırım. Şehitlerimi ziyaret edin. Canın sağ olsun, onda sen apar. Ha, sen apar. Ben giderim 4 nəfər var. Mən bilmədim, neyse, yoxsa insan göndərər. Get, apar. Sağ ol, əsas olar geçsin. Özündən var. Götürəm. Çünkü başarımız yolda başlıyor. Kardeş, örgütlükler olur. Yani her bir ananın karşısında başlayan bütün evlatlar bu örgütlükte şehit olanlar bu devirde Evliyanın dövüşü topraklar eğer onlar dövüşmeseydi ciddi fazla
şəhidimiz Mirzə qardaşımızla bərabər 9 şəhidimizin doğum günü bugün. Onlar müxtəlif rayonlarımızda adlarını çəkmək istəyərdim, ancaq düşünürəm ki, adlarını çəkmək onların görə adlarını çəkirəm. O şəhidlərimizin də mübarək edirəm. Və mən yazdığım nədir ki, sabah. Nə dünən, nə bugün, nə də ki, sabah. Mən ölənə qədər sağalmaz yarar. Dünən uçağımda sən körpü idin. Bugün torpaqda Ayşəmik olan. Nə qəribəsidir, yaşayıram mən. Həm qürur duyuram, həm sarsılıram. Qanlı qırbağından, daşdan, qayadan əhvini alıram, Ayşəmik olan. Gəzirəm vətənimlə qarış-qarış. Deyirlər həyatlı et, dərdinlə barış. Məzarın isnana yavaşsa yavaş, üstünü öldürəm, Ayşəmik olan. Gözümün nurunu itirdim sənsiz. Allah'ın alemi yitirdim sensiz. Həsrətindən oldum imansız, dinsiz. Dərdimdən ölürəm, Ayşəmik olan. Qanlı bayrağın asıb bağrıma. Nələr gətirirəm onlar ağlıma. Susundan vurmuş bal dodağına. Su tökə bilmədim, Ayşəmik olan. Sensiz geçən ömrüm valla qədərdir. Hər günüm, saatım, qəmdir, kədərdir. Sensiz yaşamak ölümden beterdir. Yaşaya bilmirəm, Ayşəmik balam. Dərdərindən için yanmışam. Böhrəyəm, Allaha könül açmışam. Ürəyimdə bircə arzu tutmuşam. Mən sənə olmuşum, Ayşəmik balam. Ürəyimdə bircə arzu tutmuşam. Mən sənə olmuşum, Ayşəmik balam. Bütün şəhidlərimizin şad olsun. Tekrar Allah bütün şəhid olmalarını sevməkdir. Və bu tədbiri hazırlayan bütün şəhid sevərlərə, bütün təşkilatçılara öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Ey Allah'ım vardı çok günahım. Sen benim tek ümit banamım. Bu kalbimde çok qəm, beni yüzdü möhkəm. Beni affedersen çok yoruldum Allah. Senin rahmetin çok, bende liyaqət yok. Günahkarım ben, çok yoruldum Allah. Elleri boştur, gözlerim yaşdır. Ey güzel Allah. Pişmanım ben. Allah, Allah, seni kerim Allah. Geldim, geldim, kalbimde senden başka bir Allah.
ki bugün bizim bax bu qəhrəman şəhidimizin də valideynləri, əzizləri gözləyirdi ki, bu zal dolacaq insanla şəhidini sevər şəxslərlə. Burada mənim tanıdığım insanlar var ki, Bakının o biri tayından bu biri tayına gəlib tədbirdə iştirak edirlər. Amma bu günləri bu zalı belə boş görmək həqiqətən də mənə çox pis təəssürat bağışladır. Yəni, bu da bizim şəhidimizdir. Bunun da övladı, ailəsi gözləyir ki, insanlar gəlib, üzr istəyirəm, bu tədbirdə iştirak edəcək. Amma çox əsfər olsun. Çox əsfər olsun ki, biz bugün şəhidimizin yaxınlarını, doğmalarını burada meydanda tək qoyduq. Bu dözülməz bir haldır. Mən o şəxslərə üzümü tutayım ki, hər kəs sizə yaxın yerlərdə yaşamır. Mən ilk öncə bu məkanın sahibi dindar qardaşımız Hacıya çox-çox təşəkkür edirəm. Hacı bir dəfə deyil, dəfələrlə öz məkanında şəhid ailələrinə qucaq açır və möhtəşəm tədbirlər keçirir və şəhidimizin ailə üzvlərinə Allah'tan səbir diləyirəm. Allah səbir. Baş daşına sarılıram. Baş daşına sarılıram. Hönkür-hönkür ağlayıram. Balam, balam sənə yalvarıram. Nə olar ged evimizə. Mənə üzür bu sənsizlik. Demirəm ki bir dəfəlik. Qurban olum bir gecəlik. Nə olar? Nə olar? Ged evimizə. Başımda ağ dənə xatir. Başımda ağ dənə xatir. Gözdə duman, çənə xatir. Rəhm eyləsən mənə xatir. Nə olar oğul? Nə olar? Gedə evimizə. Rəvadırmı sənsiz qalam? Gül qoxunu daşdan alam. Oy şəhid balam, igid balam. Nə olar? Nə olar gedə evimizə. Şəhidliyə çatan balam. Şəhidliyə çatan balam, torpaq altda yatan balam. Xəstə düşüb atan balam. Xəstə düşüb atan balam.